Boks üzrə Böyük İpək Yolu beynəlxalq turniri ölkənin bu idman növü üzrə ən prestijli və tanınmış beynəlxalq yarışlarından biridir. Bakıda keçirilən yarış çoxsaylı ölkələri təmsil edən dəri əlcək ustalarını bir araya gətirir. Adını dünyaca məşhur olan qədim İpək yolundan alan çempionatın məqsədi yalnız yüksək səviyyəli boksçuların döyüşməsi deyil, həmçinin beynəlxalq əlaqələri möhkəmləndirmək və müxtəlif ölkələr arasında dostluq körpüsü yaratmaqdır. Bu turnir həmçinin gənc boksçular üçün motivasiya qaynağıdır. 2007-ci ildən Böyük İpək Yolu adı altında keçirilməyə başlayan beynəlxalq turnir boks sevərlərin, həmçinin media nümayəndələrinin diqqətini cəlb edir. Azərbaycan Boks Federasiyası və Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən bu yarış xüsusən Azərbaycan boksunun inkişafı üçün çox vacibdir. Turnirə dünyanın bir çox ölkəsindən dəri əlcək ustaları qatılırlar. Bu isə onun beynəlxalq səviyyədə tanınmasını təmin edir. Bakıda boks üzrə növbəti Böyük İpək Yolu turniri keçirilib. Turnirdə 9 ölkədən 200-dən çox idmançı 25 dəst medal uğrunda mübarizə aparıb. Bu il turnir aprelin 11-də start götürdü. Boks mərkəzində təşkil edilən yarışın açılış mərasimi iştirakçı ölkələrin paradı ilə başladı. Ardınca açılış nitqi ilə çıxış edən Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov sözügedən turnirin dünya nüfuzlu boks yarışlarından birinə çevrildiyini söylədi. Daha sonra isə döyüşlərə start verildi. Mötəbər turnirin ilk günündə 8-də 1 final mərhələsi çərçivəsində 24 görüş keçirildi. Təmsilçilərimizdən Sübhan Məmmədov, Ümid Rüstəmov, Ruslan Rüstəmov, Murad Allahverdiyev yarışa uğurlu start verərək növbəti mərhələyə yüksəldilər. Həsən Məlikov, Ayxan Tağızadə, Kənan Əliyev, Ağasəlim Mustafazadə, Amin Məmmədzadə, Mahmud Hüseynov, Ruslan Qədirov, Maqsud Xasmetov, Əli Abdullayev, Malik Həsənov, Elvin Qəmbərov, Ruslan Qəhrəmanov, Fəqam Məmmədov, Elgin Abdullayev və Ələkbər Ələkbərov isə ilk görüşlərindəcə məğlub oldular. Turnirin ikinci günündə qadınlar mübarizəyə qoşuldular. Zeynəb Rəhimova növbəti mərhələyə yüksəldisə, Nərgiz Zeynalova, Fatimə Mehdiyeva, Mehbarə Məmmədova, Günel Rəhimova və Lalə Mədətova mübarizəni erkən başa vurdu. Üçüncü yarış günündə 4də 1 finalın duelləri keçirildi. Kişilərin mübarizəsində Nicat Hüseynov, Məhəmməd Əli Qasımzadə, Şamil Əsgərov, Tağı Nəsibov, Nəbi İskəndərov, Nicat Həsənov, Seyid Cəmşid Cəfərov və Alfonso Dominguez öz çəkilərində adlarını ən güclü 4 boksçu sırasına yazdırdılar. Ramal Yolçiyev, Tural Sarıyev, Zəlimxan Süleymanov, Ümid Rüstəmov, Məhəmməd Əli Aşurəliyev, Mehdi Həsənov, Zaur Qəhrəmanov, Vüqar Məmmədov, Mirşərif Kazımzadə və Mirxəyal Məmmədov isə rəqibləri ilə bacarmadılar. Qadınlarda isə Ana xanım İsmailova adını növbəti mərhələyə yazdırmağı bacardı. Yarışın 4-cü günündə yarımfinal döyüşləri gerçəkləşdi. Kişilərin mübarizəsində 48 kq çəki dərəcəsində Sübhan Məmmədov Qazaxstanlı Nurgisa Turabekovdan, 51 kq-da Nicat Süleymanov Tacikistan təmsilçisi Meroy Sufyanovdan, 67-də Nəbi İskəndərov Qazaxstan boksçusu Dulat Bekbayevdən, 75 kq-da Seyid Cəmşid Cəfərov Gürcüstanlı Georgi Natroşvilidən, 92 kq-da Alfonso Dominguez Gürcüstanın digər idmançısı Georgi Çikaladzedən, 92 kq və artıq çəkidə isə Məhəmməd Abdullayev Qırğızistan boksçusu Mirzakir Koşaliyevdən güclü oldu. Şamil Əsgərov, Tağı Nəsibov, Ruslan Rüstəmov və Məhəmməd Quliyev isə finala yüksələ bilmədikləri üçün bürünc medalla kifayətləndilər. Qadınların mübarizəsinə gəlincə, 50 kq-da Mariona Savriyeva Rusiya təmsilçisi Karina Karabovaya, 52 kq-da Zeynəb Rəhimova Qazaxstan idmançısı Tomris Mirzakula, 81 kq və daha artıq çəkidə Aynur Rızayeva Qazaxstanlı Dina İslambekovaya qalib gəldi. Son gündə isə həlledici görüşlər reallaşdı. Final döyüşlərini Gənclər və İdman naziri Fərid Qayıbov, Maliyyə naziri Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və digər rəsmi şəxslər izlədilər. 51 kq-da final duelində Rusiyalı boksçu Bayır Batlayevə 4-1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Nicat Hüseynov əsas hədəfinin dünya çempionatı olduğunu vurğulayıb. Çox güclü turnirdir. Boksda 10 dənə güclü ölkə varsa, onun 6-8-i artısa buradaydı. Qazax, Rus, Özbək boksçular, hamısı güclü ölkələrdir. Mən də birinci döyüş Qazax döyüşçüsünü tutdum, ikinci döyüş Tacik döyüşçüsünü, üçüncüsündə Rus boksçusunun, finalda Rus boksçusundan qalib gələrək bu Böyük İpək Yolunun çempion oldum. Qabaqda bizi inşallah dünya və Avropa çempionatı gözləyib. İnşallah orada tam gücümüzü qoyub, hazırlaşıb çempion olmağa çalışacaq. Dəri əlcək ustamızın şəxsi məşqçisi Vüqar Ağalarov yetirməsinin çıxışını dəyərləndirib. Çox güclü turnir idi. Burada çünki birinci nömrələr işləyirdi. Qazaxstan, Tacikistan, Gürcüstan və Rusiya boksçuları iştirak edirdi. Yəni burada zəif boksçu yox idi 51 kiloda Nicatın çəkisində. O ağır döyüşlər keçirdi və hamısına qalib gəldi.
Ondan başqa əlavə eləmək istəyirəm ki, Azərbaycan birinciliyini vuruşmamışdı Nicat Hüseynov. Əlində zədəsi var idi. O zədənin müalicə olandan sonra ciddi hazırlaşdıq. Bu da üstünlük verdi ki, yığma komandanın məşqçiləri gəlmişdilər. Yəni Gürcüstan, Özbəkistan komandası ilə bir yerdə məşq elədik. Onları orada tanıdım, onun rəqiblərinə qarşı Nicat hazırladım. Ondan sonra şükür Allaha ki, nəticə verə bildik, hamısına qalib gələ bildik. 92 kiloqram çəki dərəcəsində Rusiyanın digər təmsilçisi Ramazan Dadayevdən güclü olan Paris 2024 yay Olimpiya oyunlarının gümüş mükafatçısı Alfonso Dominguez təəssüratlarını media nümayəndələri ilə bölüşdü. Turnir çox yüksək səviyyədə təşkil edilmişdi. Bakıya güclü idmançılar təşrif gətirmişdilər. Bu yay Olimpiya oyunlarından sonra iştirak etdiyim ilk turnir idi. Belə yarışların keçirilməsi boksçuların formada qalmasına müsbət təsir edir. Buna görə Azərbaycan Boks Federasiyasına təşəkkür edirəm. Olimpiyadadan sonra bir müddət istirahət etdim. İndi çalışıram ki, əvvəlki formamı qayıdım. Yığmamızın heyətində final görüşündə qələbə qazanan Zeynəb Rəhimova, Aynur Rızayeva, Subhan Məmmədov, Məhəmməd Əli Qasımzadə, Nəbi İskəndərov və Seyid Cəmşid Cəfərov qızıl medala sahib oldular. Digər boksçularımızdan Murad Allahverdiyev, Məhəmməd Abdullayev və Mariona Savriyeva ikinci yeri tutublar. Final duellərindən sonra mükafatlandırma mərasimi təşkil edildi. Təltif olunma mərasimində Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, həmçinin Gənclər və İdman naziri Fərid Qayıbov da iştirak etdilər. Yığmamızın böyük məşqçisi Nərman Abdullayev yarış haqqında CBC Sporta danışdı. Güclü dövlətlər gəlib, keçmiş SSR-də tanınmış ölkələr ki, boksları o vaxtdan da güclü idi. Qazaxıstan boksu, Rusiya boksu, Özbəkistan boksu ki, bu saat Özbək boksçuları dünyada artıq olimpiyadada gördüyünüz kimi birinci yerə çıxdı komandaları. Kirgiziyadır, başqa komandalar, bunlar demək olar ki, əvvəllər də güclü olublar. Və bu turnirdə onların adlı sanlı boksçuları iştirak edir. Baxmayaraq gənc boksçuları da var, amma bu gənc boksçular Asiyada və dünya birincilərində ikinci yer qalib olanlar var ki, burada iştirak edirlər. Mütəxəssis həmçinin turnirin gənc boksçular üçün önəmini vurğuladı və Cənub zonasından perspektivli idmançıların yetişdiyini bildirdi. Bizim gənc boksçularımızı bu yarışda iştirak edirlər. Əlbəttə, onların gələcəyi var və bu yarışda biz yoxlayırıq ki, özlərini bunlar necə göstərir. Bəzi uşaqlar var Cənub regionundan, boks deyim ki, indi inkişafdadır. Neçə dənə bizim yığma komandaya dəvət olunmuş gənclərdən boksçularımız var. 3-4 nəfər Cənub zonasından boksçular var ki, beynəlxalq turnirdə özlərini doğruldub göstərdilər. Qarşıda dünya çempionatımız var. Əsas hədəf dünya çempionatıdır. Ümidvarıq ki, bu yarış qutarandan sonra bütün gücümüzü dünya çempionatına qoyub və oradan da komandaya düşən gənc boksçularımız ümidvaram ki, onlar da iştirak eləyəcək, onlar da komandada ola bilər və medal gətirə bilərlər. Gənclərdən ibarət millimizin baş məşqçisi Elbrus Rızayev də bu yarışın gənc boksçularımızın inkişafı üçün vacib rol oynadığını açıqladı. Bildiyiniz kimi bu yarış ənənəvi bir yarışdır. İllərdir bizim ölkəmizdə keçirilir, çox yüksək səviyyədə keçirilir. Həqiqətən yarışın səviyyəsi də çox yaxşıdır. Bildiyiniz kimi bu yarışda Avropa çempionları, dünya çempionları, dünya olimpiya mükafatçıları iştirak edir. O demək ki, bu yarış çox səviyyəsi çox yüksək səviyyədədir. Bu bizim boksumuza çox yaxşı mənada çox yaxşı təsir edir. Bizim milli komandamız birinci, ikinci, üçüncü nömrələrimiz bu yarışda iştirak edir. Burada seçim də var, həm də gənc boksçularımız var ki, keçən gənclər arasında vuruşurdu. Bu il keçib kişilər arasında özlərini sınayırlar. 19-22 yaşlı boksçularımız da bu həmin yarışda iştirak edirlər. Həqiqətən çox yaxşı təsir göstərdi. Döyüşçülər, boksçularımız var ki, gənc boksçularımız bir döyüş oldu, ikinci döyüş yaxşı boksçu ilə bərabər səviyyədə vuruşur. Boksçularımıza çox yaxşı təsir göstərdi. Bizim boksçularımız üçün bu bir həm təcrübədir, həm də olimpiya oyunlarına hazırlıq məqsədi daşıyardı. Nə mənada? Hələn vaxtda çox var, ancaq indidən biz öz komandamızı seçməliyik. Orada gənc boksçulara çox üstünlük verilir ki, İnşallah 28-ci ildə keçir olimpiya oyunlarında Azərbaycan komandasına gənc boksçular da təmsil olunsun.
Böyük İpək yolu beynəlxalq turnirində dəri əlcək ustalarımızla yanaşı hakimlərimiz də yer aldılar. Yarışların baş hakimi Anar Babanlı çempionatın referlərimizin inkişaf etməsi və təcrübə qazanması üçün xeyirli olduğunu bildirdi. Turnir çox yüksək səviyyədə keçirilir. Çox güclü boksçular təklif buyurublar bizim bu turnirə. Ənənəvi bir turnirdir. Bizim boksçular üçün yaxşı bir sınaqdır. Gələcək yarışlar üçün təcrübə toplayırlar. Bu turnirin bizim hakimlərə də böyük bir xeyri olacaqdır. Çünki çoxsu burada bizə iştirak edən hakimlər bir ulduz hakimlərdir. Yəni yeni keçiblər bir ulduz sisteminə. Onlar üçün bir təcrübədir, elitli turnirdir, böyüklərin yarışıdır. Çox yaxşı təcrübə qazanırlar. Onu da qeyd eləmək istəyərdim ki, bu yaxınlarda bizim 3 dənə hakimimiz İBA-nın ən ali dərəcəsi, 3 ulduz hakimlik dərəcəsini alıblar. İnşallah onlara da uğurlar arzulayıram. Böyük arenalarda Azərbaycanı təmsil edəcəklər. Artıq dünya və Avropa çempionatlarında həmən hakimlər iştirak edə bilərlər. Böyük İpək yolu turnirinin ən yaxşı hakimi seçilən Gürcüstanlı referi Zaal Cavaxadze təşkilatçılığın yüksək səviyyədə olduğuna diqqət çəkdi. Yarış çox yüksək səviyyədə keçdi. Təşkilatçılıq da mükəmməl idi. Turnirin özü də möhtəşəm idi. Burada bir çox ölkələrin nümayəndələri çıxış edirdilər. Hakimlik də yaxşı səviyyədədir. Azərbaycan Boks Federasiyasının prezidentinin müşaviri Samir Hüseynov yarışı idmançılarımız üçün uğurlu saydı və qadın boksçuların mükafatçılar sırasına düşməsini xüsusilə fərqləndirdi. 11 boksçumuz finala çıxmağı çox yaxşı haldır. Xüsusilə burada Rusiya kimi böyük dövlətlərin güclü boksçuları var. Özbəkistan və Qazaxıstan bilirsiniz, hal-hazırda dünyada ən lider boks sahəsində, olimpiya boksu sahəsində ən güclü ölkələrdəndir. Belə güclü boksçuların arasında 11 nəfərin finala çıxmağı bu çox sevindirici haldır. Və artıq qeyd etdiyim kimi qız boksçularımız, qadın boksçularımızdan 3 nəfəri medal əldə etmişlər. İkisi qızıl, biri gümüş. Və bu çox yaxşı haldır. Əsas məqsədimiz 2028 Los Angeles Olimpiyadasına hazırlıqdır. Hesab edirəm ki, 28-ci ilə qədər qadın boksunda bildiyiniz kimi 7 lisenziyadan ən azı bir neçə lisenziyanı əldə edə biləcəyik və qadın boksçularımız da ciddi nəticələr verəcəklər. Xüsusilə vurğulamaq istəyirəm ki, bu çempionatda, bu birinci turnirdə bir neçə gənc boksçularımız da artıq ilk dəfə olaraq böyüklər arasında mübarizə aparırlar və çox sevindirici haldır ki, onlar da finala çıxanlar var onların arasında və əminik ki, bu boksçular artıq 28-ci ilə qədər daha da peşəkar olacaqlar və Azərbaycan bayrağının daha yüksəklərdə dalğalanması üçün tam əlimizdə əsas var ki, ümidlərimiz böyükdür. Qurumun rəsmisi bu idman növünün inkişafı üçün xüsusi metodologiyaları araşdırdıqlarını bildirdi və bölgələrdə istedadlı boksçuların yetişdiyini dedi. Yeniyetmə boksçularımız Vaqif müəllimin başçılıq elədiyi, baş məşqçimiz Vaqif müəllimin başçılıq elədiyi komandamız hal-hazırda Özbəkistan paytaxtındadılar. Onlar Özbək komandası ilə birlikdə təlimlərdə iştirak edirlər. Bilirsiniz, son zamanlar Özbək boksçuları kifayət qədər boksu çox güclü inkişaf edib. Həmin metodologiyanı biz araşdırırıq və o cür bir boks metodologiyasının istifadəsi üçün əlimizdən gələn edirik. Və boksçularımızın çox maraqlı budur ki, regionlardan, Bakı şəhərindən çox, daha çox regionlardan çox yaxşı boksçularımız çıxır. Xüsusilə Cənub bölgəsindən, Astaradan, eyni zamanda şimalda Zakataladan və Qarabağ zonasından, hətta Tərtərdən belə ciddi yaxşı boksçularımız çıxır. Və əminik ki, bu boksçuların üzərində qurduğumuz o plan üzərində təlim məşqlər, mütəmadi olaraq beynəlxalq turnirdə iştirak eləmələri, onların boksa, ringə alışmaları üçün, özlərini sərbəst hiss eləmələri üçün zəmin yaradacaqdır. Boksda fiziki hazırlıqla yanaşı psixoloji hazırlığın çox önəmli olduğu önəmlidir və bu baxımdan boksçularımızın psixoloji hazırlığı, onların eyni zamanda qidalanması kimi ciddi tibbi dəstək də onlara edilir və düşünürəm ki, bir neçə il sonra artıq Azərbaycan boksçularının sırf yerli, legioner olmadan Azərbaycan boksçularının çox möhtəbər yarışlarda gözəl, möhtəşəm nəticələrini görəcək inşallah. Sonda qeyd edək ki, ötən il boksçularımız turniri 5 qızıl, 6 gümüş və 11-ci olmaqla 21 medal ilə komanda hesabında ikinci bitirmişdilərsə, bu il yarışda 8-i qızıl, 3-ü gümüş və 7-si bürünc olmaqla ümumilikdə 18 medal qazanan dəri əlcək ustalarımız bu dəfə analoji göstərici üzrə birinci oldular.
Rusiya millisi 6 qızıl, 10 gümüş və 3 bürünclə ikinci. Qazaxıstan boksçuları isə 4 qızıl, 2 gümüş və 12 bürünclə üçüncü yeri tutdular.